Azərbaycan Prezidenti İlham Əliyev Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: Sizi müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir. Hər birinizə ən səmimi arzularımı yetirirəm. Dünya müsəlmanlarının mənəvi birliyi və vəhdət rəmzi olan Qurban Bayramı uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əksik olmayacaqdır. Əziz bacı və qardaşlarım, mübarək Qurban Bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif köşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Qurban Bayramınız mübarək olsun.